Axşamınız xeyir, diqqət mərkəzinə baxırsınız. Birləşmiş Ştatlar və Ukrayna arasında ortaq investisiya fondunun yaradılması barədə razılaşma axır ki imzalandı. Bu razılaşma ilə bağlı Kiyev və Vaşinqton arasında müzakirələr yanvar ayından gedirdi. Tərəflər bir-birini ittiham edirdilər. Hesab olunurdu ki, Ukraynaya qarşı irəli sürülən şərtlər həddindən artıq sərtdir. Donald Trump bununla bağlı bəyanat verirdi, Zelenski ona cavab verirdi və son nəticədə ortaq investisiya fondunun yaradılması şərtləri razılaşdırıldı. Nələr nəzərdə tutulur investisiya fondunda? Ukrayna yeni neft və qaz və eləcə digər faydalı qazıntı yataqlarının istismarından əldə edilən gəlirlərin 50%-ni bu fonda yönəldir. Birləşmiş Ştatlar fonda maliyyə yardımı ayırır, Ukraynaya göstərilən hərbi və texnoloji yardımdan gələn pullar bu fonda gedəcək. Bütün təbii ehtiyatlar Ukraynanın istifadəsində qalacaq, ABŞ bu yataqların işlənməsi üzrə layihələrdə üstünlüklərə malik olacaq. Birləşmiş Ştatlar bu fond vasitəsilə Ukraynanın bərpasına əlavə investisiyalar cəlb ediləcək və fond həm Vaşinqton, həm də Ukrayna tərəfindən paritet əsaslarla idarə olunacaq. Yəni ki, hər hansı bir tərəfin üstünlüyü yoxdur. İndi dünyanı düşündürən bir neçə əsas məqam var. Birincisi, bu fondun yaradılması ilə Donald Trump'ın Rusiya-Ukrayna müharibəsinə yanaşması dəyişəcək, yoxsa yox? Bu razılaşma Ukrayna üçün bir növ təhlükəsizlik zəmanətinə çevriləcəkmi? Və bundan sonraki mərhələdə Moskva ilə aparılan danışıqlarda Birləşmiş Ştatların mövqeyi nədən ibarət olacaq? Proqramımızda bu mövzuları müzakirə edəcəyik və onların müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkili Elçin Mirzəbəyli, Millət vəkili Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Real Partiyasının sədri Natiq Cəfərli. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Elçin müəllim, sizdən başlayaq. İnvestisiya fondunun yaradılması ilə nə dəyişəcək? Yəni, bu sənə çoxdan müzakirə olunur, aktiv danışılır bu barədə. Nə olacaq da bundan sonra? Əslində, praktik mənada prosesin necə həyata keçəcəyi maraqlıdır. Təbii ki, sənəd üzərində bütün məqamlar yer alıb. Bunun Ukrayna tərəfinin necə qəbul edib etməməsindən asılı olmayaraq, faktiki olaraq Ukraynanın kənardan idarə olunması anlamına gəlir. Çünki faktiki sənəddə yer alan bütün məqamlar dövlət strukturlarının hətta sıradan bir şirkətə lisenziya verməsi belə paritet əsaslarla həyata keçirilməli və Birləşmiş Ştatlarla razılaşdırılmalıdır. Bu, faktiki olaraq dövlətin suveren hüquqlarının məhdudlaşmasıdır. İndi buna fərqli kontekstdən yanaşmaq olar. Ukrayna ərazisinin bərpası, Birləşmiş Ştatların Ukraynaya yardım göstərməsi və s. və ilaxır. Amma nəticə hüquqi aspektdən məsələləri şərh edəndə, eyni zamanda beynəlxalq münasibətlər sistemində müstəqil hüquqa malik olan dövlətlərin suveren hüquqlarından söhbət gedəndə bu, Ukraynanın suveren hüquqlarının məhdudlaşdırılmasıdır. Nəticə bundan ibarət. Amma proses necə davam edəcək, təbii ki, bunu zaman göstərəcək. Sizin fikriniz Gülşən xanım, nə baş verdi, nə dəyişdi bununla? Mən elə gəlir ki, bu, əgər müqaviləyə biz fikir versək, burada bir neçə məsələlərə birinci növbədə mən elə gəlir, biz diqqətə saxlamalıyıq. Birinci, ən azı bunu deyə bilərik ki, indiyə qədər Ukraynaya ABŞ tərəfindən göstərilən bütün o yardımlar artıq bu sazişlə heç cür orada qeyd edilmir. Yəni, bu əsas məsələ idi ki, Ukrayna tərəfinin ki, heç bir borcu olmasın bunun heç kimə və bu mənada bu saziş imzalanandan sonra artıq qüvvəyə minəndən sonra bütün proseslər məhz o müqavilədən sonra artıq götürülür və o mənada belə baxsaq, bu müsbət haldır ki, bu məsələdə ən az Ukrayna müəyyən müsbət nəticə əldə edib. İkinci vacib məsələyə biz başa düşməliyik ki, əlbəttə Ukrayna kimi bir ölkə 3 ildən çox bir dövr ərzində müharibədə əsasən onun ərazisində getdiyinə görə orada çoxlu miqdarda əlbəttə ki, maliyyə lazımdır ki, o bərpa edilsin o ölkə və ona görə də belə bir fondun yaradılması bir tərəfdən həmin ölkənin gələcək dövrdə əgər sülhlə bağlı hansısa bir saziş əldə edirsə, iqtisadiyyat baxımından bu onlara müəyyən mənada kömək edəcək. Çünki Ukraynada bu mənada belə böyük maliyyə imkanları yoxdur. Ona görə də bu ikinci bir vacib mənə elə gəlir. Ölkənin özü üçün lazım olan bir instrument deyək, bir alət deyək. Bu mənada belə bir fondun yaradılması müsbət qiymətləndirilə bilər. Eyni zamanda
Üçüncü bir tərəfdə burada mən üçüncü nəticə kimi qeyd edə bilərəm ki, ABŞ tərəfi üçün bu da çox vacib bir, ən azı orta bir nəticə götürülməlidir. Çünki ABŞ prezidenti Trump məhz yadınızdadırsa özünün deməli həmin o and içmə prosesində qeyd etmişdi ki, o ən çox bu Ukrayna məsələsinə məşğul olacaq və bu 100 gün ərzində, yəni dünən 30-undan 1-inə keçən gecə bu imzalandı saziş və bunu da ən azı öz seçicilərinə bir nəticə kimi ən azı elan edə bilər. Ona görə burada mənə elə gəlir hər iki tərəf müəyyən mənada müsbət nəticələr əldə etmişlər. Xanım, indi mən kütləvi informasiya vasitələrində, müxtəlif ekspert şərhlərində ikili yanaşmalar eşidirəm. Bir tərəf deyir ki, əldə olunan bu razılaşma, bu müqavilə Ukrayna üçün xeyirlidir, Ukrayna irəli aparacaq və s. və axır. Digər bir qism ekspertlər isə hesab edir ki, Ukrayna öz təbii ehtiyatlarını Birləşmiş Ştatlara verməyə məcbur oldu. Hansı yanaşma doğrudur sizin fikrinizcə? Mən bir qədər orta mövqeydəyəm. Nə Ukrayna qazandı, nə də çox itirdi. Elçin bəylə razıyam. Yəni, mənfi tərəfi odur ki, suvereni hüquqları bir qədər məhdudlaşır. Faktik, belə deyək, resursların bir hissəsini Amerika ilə bölüşür. Amma burada faydalı tərəflər var. Çünki birinci saziş daha əleyhinə işləyə bilərdi Ukrayna. Ona görə Zelenski imzalamaq istəmirdi və dedi, danışıqlar qoy davam etsin. Amerikanlar ona çox ciddi təzyiq edirdi. Trump ağzına gələni deyirdi Zelenski. Yəni, Oval kabinetdəki məşhur mübahisə zamanı əslində o danışıqdan sonra sənəd imzalamalıydı. Elə sənədlə bağlı idi o. Və Zelenski orada da o vaxt ittiham edirdilər. Sən niyə razılaşmadın, niyə belə kobud davrandın Trump? Amma indi görsənir ki, düz etdi. Çünki o saziş bundan daha betər idi. Ona görə danışıqlar getdi və bu sazişdə Gülşən xanım da qeyd etdi. Borc məsələsi göstərilməyib. Çünki havadan rəqəm deyirdi Trump. Gah deyirdi 300 milyard dollar borcu var, gah deyirdi 500 milyard dollar. O borc söhbəti orada yer. Bu baxımdan faydası. Üstə gəldə, yəni bu təhlükəsiz təminat, siz də giriş nitqində söylədiniz, müəyyən qədər təhlükəsiz təminatı rolunda oynaya bilər. Məsələn, təsəvvür edin, Amerika. Amma orası da var ki, bu müharibə gedə-gedə, yəni o resursları istismar etməyə özünü də çətinir. Amma tutalım ki, ehtimal edək ki, müharibə gedə-gedə Amerika hansısa fəaliyyətə başlayır. Artıq o məntəqələrə artıq zərbələr endirsə Rusiya, bu Amerikanın təhlükəsizliyini də, Amerika oraları qorumadı. Bu tərəfdə var, amma yenə tək edəm. Müharibə gedə-gedə bu resurslar necə işləyəcək, bunun özü də sualdır. Üstə gəldi, resursların bir hissəsi də işğal altındakı bölgələrə düşür. O necə həll olunacaq? O da sual altında. Həm də əhəmiyyətli hissəsi, ən önəmli hissəsi işğal altında olan ərazilərə. Çünki elə Sovet vaxtından da bilirik ki, Ukraynanın əsas resursları məhz o Ukraynanın şərqində cəmləşib. Əsas gəlirləri oradan, o məsələ də elə yarım çıxır. Amma hər halda hesab edirəm ki, təhlükəsiz təminatı baxımından bu Zelenski və Ukrayna üçün vacib bu məsələlərin həlli demək deyil. Buna yəni bu sazişə belə qısa desək, iqtisadi zəmində yox, hələ siyasi zəmində baxmaq lazım. Biz təhlükəsizlik zəmanəti məsələsində mütləq qayıdacağıq. Nakibə, mən sizdən bu sazişin iqtisadi prizmasından yanaşmanızı xahiş edəcəm. Söhbət nədən gedir? Doğrudanmı Ukrayna öz iqtisadi potensialına nəzarəti götürdü, verdi Birləşmiş Ştatlara? Yəni, yoxsa bu kifayət populist və qərəzli yanaşmadır? Burada həqiqət payı ondan ibarətdir ki, Ukrayna tək başına qərar verməyəcək. Bu həqiqət payıdır. Amma gəlin başqa tərəfdən baxaq da, o resursların mövcudiyyəti haqqında məlumat çoxdan da var idi. Hətta SSR vaxtından da bilinirdi ki, Ukrayna ərazisində hansısa metallar var, hansısa faydalı qazıntılar var, haradasa Slans nefti var, Slans qazı var. Amma onlar çıxarılmırdı. Niyə çıxarılmırdı? Çünki texnologiya və investisiya lazımdır. İndi texnologiya və investisiya da Amerika Birləşmiş Ştatları tərəfindən təmin olunacaq. İş yerləri yaranacaq. Oradan gələn gəlirlərdən Ukrayna dövlət büdcəsinə vergilər ödəniləcək və s. Yəni, bu nöqteyi nəzərdən Ukraynanın atdığı bu addım çox qısa zamanda Amerikaya milyardlar qazandıracaq anlamına gəlmir. Hətta ilkin bir neçə ildə Amerika Birləşmiş Ştatlarının ora böyük həcmdə investisiya qoyması nəzərdə tutulub. Bundan başqa digər ölkələrində həmin investisiya fonduna qoşulması da nəzərdə tutulub. Gələcəkdə bu da ola bilər. Yəni, bu nöqteyi nəzərdən Ukrayna mənə elə gəlir ki, ciddi bir şey itirmir. Zaten Rusiya ordusu işğal edə-edə Ukrayna torpaqlarını irəliləyir. O resursları zaten bir qəpiksiz, necə deyərlər, işğal altına alıb özü istismar edə bilər. Yəni, başqa digər resursların da aqibətinin belə olmasındansa, böyük bir konsorsum şəklində idarə olunması daha məntiqlidir. Və burada 1 trilyon dollara yaxın Ukraynanın bərpasına vəsait tələb olunacaq atəşkəsdən sonra. Bu müharibə zaten dayanacaq, yəni günün birində dayanacaq və mən düşünürəm ki, yaxın zamanlarda dayanacaq. Bu sülh anlamına gəlmir, sadəcə atəşkəs anlamına gəlir. Bu 1 trilyon dollar haradan tapılacaq? Yəni, çox böyük məbləğdən söhbət gedir. Ona görə də Ukraynanın bu sazişi imzalamaqla bir şans qazanır.
investisiya cəlb eləmək şansı qazanır, iş yerləri yaratmaq şansı qazanır və fondun adından da göründüyü kimi həm də Ukraynanın bərpasına xidmət edəcək bir məsələdir. Hətta mən düşünürəm ki, düzdür, bununla bağlı birbaşa rəsmi açıqlamalar yoxdur, amma Rusiya ilə də çox güman ki, razılaşdırılıb bu. Çünki Rusiyanın dondurulmuş aktivlərindən də istifadə olunacaq. Rusiya da bunu anlayır. Zaten o aktivləri heç kim Rusiyaya qaytarası deyil. Rusiyanın 300 milyarda yaxın dondurulmuş aktivindən istifadə olunması mümkündür. Hətta işğal altında olan ərazilərdə də istifadə olunması mümkündür. Formal olaraq o da Ukrayna Amma bu ərazisi. mexanizmi tapılmalıdır. Tapılacaq çox güman. Çünki o da Ukrayna ərazisi sayılır da. Ukrayna buna etiraz da eləyə bilməyəcək. Çünki faktiki olaraq Ukrayna ərazisi kimi həmin ərazilərdə, həmin investisiyalardan istifadə olunacaq. Yəni burada çox çətin bir mexanizm yaranır. Ukrayna məsələ burasındadır ki, Rusiya öz qanunvericiliyinə görə həmin Ukraynanın şərq hissəsini özünə birləşdirib. İndi o siz necə təsəvvür edirsiniz? Amerikanlar gedib orada tutalım ki, kömür hasil edəcəklər. Hasil edildikləri kömürdən gələn pulu Ukraynanın bərpası üzrə investisiya fonduna keçirəcəklər. Rusiya da onda deyəcək ki, mən burada nəyəm? Ukraynanın ərazisini bərpa deyəndə həm də şərqə Ukrayna ərazisinin bərpası da nəzərdə tutulacaq. Yəni bu da var. Biz bu müzakirəsini mütləq apararıq. Qısa əlavə edeyim. Mənim üçün də mən siz sual verdiniz Natiq bəy. Mənim üçün də biraz çətin belə gəlir ki, yəni həqiqətən əgər o şərq bölgəsi daha resurslu bölgədirsə, orada işləmək Amerikanlar üçün çətin olar. Çünki Rusiya siz demiş, referendumdan birləşdirib, saxta referendum olsa da. Amma burada siyasi nöqteyi nəzərdən baxanda mən yenə də düşünürəm ki, əslində burada Zelenski və Tramp həm də simalarını qorudular. Çünki yenə təkəm, əvvəlki sazişi imzalansaydı bu Ukraynanın əleyhinədir. Burada Zelenski simasını qorudu. Üstəgəl Tramp da əslində simasını qorudu. Niyə? Çünki Tramp həmişə nə deyirdi? Deyirdi biz Ukrayna Biden ancaq pul xərcləyir. Amma görürsünüz mən ilk dəfə bir saziş imzaladım və biz buradan nə qədər az olsa da Natiq bəy qeyd etdi, az olsa da biz buradan gəlir götürürük. Siyasi mənada əslində bu anlaşma mən düşünürəm ki, burada iqtisadi zəmindən çox siyasi anlamda bunlar üçün faydalı idi ki, hər ikisi simasını qoruya bildi. Razıyam, amma burada istər-istəməz Ukraynada iş yerləri yaranacaqmı? Yaranacaq. Əlavə investisiyalar cəlb olunacaqmı? Cəlb olunacaq. Başqa yol yoxdur. Yəni Ukraynanın bərpası üçün vəsait lazımdır. Amma müharibə gedə-gedə bu necə işləyəcək? Təbii ki, müharibə gedə-gedə olmayacaq. Atəşkəs imzalanacaq. Atəşkəsdən sonra çox güman ki olacaq. Mən yaxın günlərdə bunun olmasını çox belə aydın şəkildə görmürəm. Onda görə Putinə təzyiq edərlər. Mən istərdim ki, biz müzakirələri davam etdirməmişdən əvvəl bizim proqramımızda iştirak edən ekspertlərdən biri Çingiz Məmmədov, politoloq, hal-hazırda Kiyevdədir. Mən istərdim ki, o bizə Kiyevdə ekspert cəmiyyəsində bu sazişlə bağlı olan ab-havadan danışsın. Çingiz bəy, mümkünsə bizə sadəcə olaraq ekspert cəmiyyəsində hansı rəylərin olması ilə bağlı məlumat verərdiniz qısaca və biz sonra müzakirəmizi davam etdirək. Buyurun Çingiz bəy. Sözsüz ki, hələ tam nəticə çıxarmaq çətindir. Yəni cəmiyyətin, politoloqların, siyasətçilərin nə düşündüyünü demək çətindir. Çünki saziş yenicə imzalanıb. Ancaq ilkin təəssürat belədir ki, ümumiyyətlə müsbət qarşılanıb. Bu da nəyin nəticəsidir? Onun nəticəsidir ki, sazişin ilkin bu nüsxəsindən bu imzalanmış nüsxə arasında müəyyən fərqlər var. Yadınıza gəlirsə, əvvəl Amerika Birləşmiş Ştatları Ukraynaya göstərdiyi maddi yardımın müqabilində Ukraynanın müəyyən borcların, öhdəliklərin yaranması fikirləri də var idi. Sazişin bu mətnində bunların hamısı yoxdur. Bu yalnız daha çox iqtisadi saziş təsiri bağışlayır. Amma burada eyni zamanda Ukrayna qarşısında Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik qarantiyaları da yer tapmayıb. Düzdür, bunu ola bilsin ki, kimlərsə mənfi qarşılaya bilər. Amma nəzərə alaq ki, 1994-cü ildə Budapeşt memorandumu imzalananda insanlara elə gəlirdi ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Rusiya Federasiyası Ukraynaya onun öz nüvə silahından imtina müqabilində ərazi bütövlüyü qarantiyaları verirdilər. Ancaq üstündən təxminən 30 ildə yaxın vaxt keçdi və məlum oldu ki, orada heç bir elə bir qarantiya yoxdur. Ona görə bunu da zənnimcə mənfi qarşılamaq lazım deyil. Saziş əsasən iqtisadi saziş təsiri bağışlayır. Düzdür, içəridə bəzi siyasi məqamlar da var, onu da qeyd etmək lazımdır. Misal üçün, bu Ukraynanın saziş müqabilində müəyyən struktur dəyişikliyi, bazar iqtisadiyyatına deməli sadiqliyi və digər iqtisadi deməli öhdəliklər
daha doğrusu iqtisadi öhdəlik demək olmaz buna. Yəni iqtisadi islahatları apararkən bunu necə etmək məsələləri öz əksini tapıb. Bu biraz çətin məsələ. Deyim niyə? Çünki zənnimcə Ukraynaya indən sonra deməli ona qarşı olmuş bu təcavüzə qarşı uğurla çıxış eləmək üçün müəyyən mərkəzləşmiş hakimiyyət lazımdır. Biz bilirik ki, bu istər-istəməz müharibə vəziyyətində olan cəmiyyət başqa cürə idarə olunur, nəinki sırf arxain vəziyyətdə olan bir cəmiyyət. Ona görə bax burada bu mənə elə gəlir ki, gələcəkdə müəyyən bu mübahisələrə, müzakirələrə, ən azı müzakirələrə səbəb ola bilər. Ümumiyyətlə götürdükdə saziş eyni zamanda bir baxımdan da qiymətləndirilməlidir. Bu Ukraynanın gələcək niyyətlərinə cavab verir, yoxsa yox? Onu deyim ki, Ukraynadakı mən keçirdiyim görüşlərdə məndə belə təəssürat yarandı ki, Ukrayna atəşkəs istəyir cəmiyyəti. Əsasən deməli atəşkəs və indi itirilmiş ərazilərin, yəni bu reallığı qəbul olunması Ukrayna cəmiyyət tərəfindən, hakimiyyət tərəfindən, əhalisi tərəfindən, siyasətçiləri tərəfindən. Amma eyni zamanda bunun qanunvericilikdə təsbit olunmaması. Yəni bir növ haradasa bizim 1994-cü ildə razılaşdığımız Ermənistanla bu atəşkəs sazişinə bənzər bir şey. Bax bu saziş elə deməli niyyətlə zənnimcə üst-üstə düşür və buradakı siyasətçilər də o fikirdədir ki, yəni Ukraynaya imkan verir ki, məhz bunun üzərində deməli dayansın və Rusiyadan danışıqlarda bir növ təslimçi sülh yox, ona gələcəkdə müəyyən deməli addımlar atmağa imkan verən atəşkəs razılaşması. Çingiz müəllim, sizə təşəkkür edirik verdiyiniz məlumatlara və fikirlərinizə görə. Mən Çingiz müəllimin nitqində bir məsələ xüsusi diqqətimi cəlb elədi. Təhlükəsizlik zəmanətləri. Ukrayna yanvar ayından etibarən Trumpla danışırdı ki, bizə heç olmasa bu sazişin içinə heç nə yox, bir təhlükəsizlik sözü sal. Başqa işin lazım deyil, sadəcə söz olsun. Bu söz bizə yetər. Trump vermədi o təhlükəsizlik zəmanətini. Niyə? Və o təhlükəsizlik zəmanəti olmadan bu sazişin dəyəri nə qədərdir? Prinsip etibarilə qənaətimə görə dəyəri yoxdur. Çünki biz daha öncə də hətta təhlükəsizlik zəmanəti ilə bağlı da imzalanan sənədin şahidi olmuşuq. O sənəd ki, Ukraynanın ərazi bütövlüyünə təminat verilirdi, suverenliyinə və onun qarşılığında isə Ukrayna nüvə silahından imtina edirdi. Onun nəticəsi nə oldu? Və təminat verən ölkələrdən biri Ukrayna ərazisini işğal etdi, digərləri isə faktiki olaraq Ukraynanın təhlükəsizliğinə verdiyi təminatdan geri çəkildilər. Nəticə etibarilə Ukrayna ərazi bütövlüyü bugün şübhə altındadır. Bu aspektdən də bugün də elə bir təhlükəsizlik zəmanətinin vermək mümkün olmadığını düşünürəm. Burada iki aspekt var. Qənaətimə görə Trump əslində istədiyini əldə edib. Yəni prinsip etibarilə o ideya olaraq maksimalist fikirləri səsləndirir. Biz sazişdə Ukraynanın maraqlarının nəzərə aldığını söyləyirik. Amma Birləşmiş Ştatların maraqları nədən ibarət olub? Güzəşt aspektləri nədən ibarət olub? Onu demirik. Yəni güzəşt bir tərəfli ola bilməz. Təbii, Zelenskinin simasının qorunması üçün Trumpın öncədən irəli sürdüyü şərtlərdən geri çəkilməsi məsələsi indiki halda Ukrayna ictimai rəyinə müsbət təsir göstərə bilər. Amma bunun qarşılığında Ukrayna nə vəd edib və nələr verib? Mənə elə gəlir ki, sazişi detallı şəkildə əgər şərh etsək və təhlil etsək, biz orada Ukraynanın getdiyi güzəştlərin sayının dəfələrlə çox olduğunun şahidi olaraq onlardan biri də şübhəsiz ki, təhlükəsizlik zəmanəti. Gülşən xanım, Donald Trump bu razılaşmanı öz cəmiyyətinə, öz prizmasından təqdim edir və deyir ki, Biden administrasiyası çoxlu xərc çəkmişdi. Biz indi bu saziş hesabına o xərcləri geri qaytaracağıq. Vladimir Zelenski bunu öz cəmiyyətinə təqdim edir ki, az qala bizim hər şeyimizi əlimizdən almışdılar, müqavimət göstərdik, istədiyimizə nail olduq, biz bərabər hüquqluyuq, 50-50-yə. Amma bir reallıq var da və bu reallığın içində odur ki, bu saziş atəşkəs olmayana qədər və yaxud sülh olmayana qədər işləməyəcək. Heç bir investor gəlib mərmi altı, yağışı altında neft hasilatı aparmayacaq. Sülhə nə dərəcədə yaxınlaşdırdı
tərəfləri bax bu saziş? Bu yaxşı sualdır. Mənə elə gəlir ki, bu suala cavab vermək üçün biz məncə dünən ya sırağa gün ABŞ-ın vitse-prezidenti Vance'in Fox News-a verdiyi müsahibəyə diqqət verməliyik. Ən azı orada o göstərir ki, bu saziş bir tərəfdə mən bax qeyd etdiyim kimi müəyyən mənada indi 100 gün ərzində əldə edilmiş ilk böyük nəticədir belə baxsaq bu administrasiyanın. Və o eyni zamanda orada yeni bir termin artıq istifadə eləyir ki, gələcək 100 gün ərzində. Yəni söhbət gələcək 100 gün ərzində bu administrasiya müvafiq yeni addımlar atmağa hazırlaşır və istənilən atəşkəslə bağlı istənilən sənəddə o növbəti 100 gün ərzindəki həmin o mərhələdə baş tuta bilər. Yəni bu bir tərəfdən yeni bir narrativ yaranmaqdadır. Bu birinci məsələ. İkinci məsələ biz başa düşürük hamımız ki, ilkin olaraq əlbəttə atəşkəs əldə edilməlidir. İdeal əlbəttə bu uzun müddətli bir atəşkəs olmalıdır. Yəni qısa müddətli yox, daim pozulan. Uzun müddətli və bu mənada biz görürük ki, tərəflərin bu mənada müxtəlif mövqedən çıxış edirlər. Əgər yadınızdadırsa, Rusiya prezidenti Putinin əsas ideyası odur ki, gəlin biz 8-i 10 arasında 3 günlük belə bir atəşkəs əldə edək. Çünki məhz o dövrdə Rusiyanın 2-ci Dünya müharibəsindəki Almaniya üzərində qələbəsinə həsr edilmiş 80-cı il dönümlə bağlı deməli müəyyən hansısa tədbirlər keçiriləcək. O dövrdə gəlin biz bu atəşkəsi əldə edək. İndi qarşıda bu görəcəyik, bu necə baş verəcək. Ukrayna buna cavab verir. Ukrayna buna qarşı çıxır. Ukrayna əvvəldən elə apreldə deyirdi ki, nə üçün Rusiya bunu məhz bağlayır həmin o 3 günə. Biz gəlin bir ay ərzində, məhz cənab Zelenskinin fikridir ki, biz gələk tam qeyri-şərtsiz, dərhal elə bir atəşkəs əldə edək ki, burada biz bunu hansısa bir tədbirlərə bağlamadan ümumiyyətlə fikirləşək ki, bu region üçün zəmanətli və etibarlı bir saziş olmalıdır. Ona görə burada yenə də may artıq başlayıb, artıq biz keçmişik yeni elə bir mərhələyə və bu yeni mərhələdə mənə elə gəlir ki, bu atəşkəslə bağlı danışıqlar daha da artırılacaq. Səylər bu istiqamətdə, həm Amerikanlar tərəfindən, həm də ki, mənə elə gəlir ki, yadınızdadırsa, əgər bu saziş dünən və bugün arasında bağlanan bu saziş əldə edilməsəydi, hətta belə məsələlər qoyulurdu ki, ABŞ ümumiyyətlə bu vasitəçilik funksiyasından geri çəkilə bilər. Yəni, o heç nə əldə etməsəydi bu dövr ərzində, artıq belə çıxardı ki, bunlar bu rolu oynaya bilmədilər. İndi artıq bu saziş bu əldə edilmiş. ABŞ artıq vasitəçilikdən geri çəkilməyəcək. Çəkilməyəcək və bu yenə də Vance'in dediyi fikir ki, gələcək 100 gün ərzində biz nəsə əldə edə bilərik. Bu onu göstərir ki, onlar artıq məhz bu istiqamətdə, burada söhbət həm atəşkəsdən gedir, həm də söhbət ondan gedir ki, orada zəmanət məsələsi var, mən tam razıyam, bu vacib məsələdir və onu Ukrayna tərəfi qaldırır. Amerikanlar üçün bəlkə də o vacib deyil, çünki onlar hesab edirlər ki, bütün o məsələləri Avropalılar həll eləməlidirlər, onlar Amerikanlıları o proseslərdə heç cür onun rolunu görmürlər. Avropada bu mənada özlərinin baxışlarını ortaya qoyurlar, o da ayrı bir mövzudur. Və mənə elə gəlir ki, bu kontekstdə biz əgər baxırıqsa, yaxın bu günlər ərzində ən azı 8-10 belə baxsaq bu qarşıda gələn bu təntənələr çərçivəsində Rusiyada bəlkə də hansısa bir saziş əldə edilə bilər atəşkəslə bağlı. Elxan müəllim, buyurun. Burada bir məqama xüsusi qeyd etmək istəyirəm. Hörmətli Gülşən xanımın fikirlərinin davamı olaraq mənə elə gəlir ki, Trumpın xüsusi nümayəndəsi Kip Kellogg daha açıq danışıb bu məsələlərlə bağlı Fox News-a açıqlamasında. O, Birləşmiş Ştatlar tərəfindən 22 tələbin Ukrayna tərəfindən qəbul edildiyini bildirib və eyni zamanda qeyd edib ki, Amerika Birləşmiş Ştatları Rusiyanın ərazi iddialarını qismən qəbul etməyə hazırdır və Ukrayna da bunu qəbul edir. Amma hüquqi baxımdan yox, yəni praktiki baxımdan, real baxımdan qəbul edir. Əslində bu ümumi mənzərəni ortaya qoyan faktor kimi qiymətləndirilir. Elə əsas məsələ də budur. Mən də İlxan müəllimlə onu soruşmaq istəyirdim. Kellogg deyib ki, Ukrayna qəbul edir ki, Rusiyanın tutduğu ərazilər de facto Rusiyada qalır, de yuri heç bir rəsmiləşdirmə görülmür. Bu, Ukrayna'nın gedə biləcəyi maksimumdur. Rusiya əksinə isə deyir ki, nəinki o ərazilər bizdə qalmalıdır, Ukrayna o əraziləri tanımalıdır. Bu, bizim üçün zəmanətdir ki, Ukrayna sonra müharibə ilə üstümüzə gəlməyəcək və bizim konstitusiya referendumla özümüzə birləşdirdiyi ərazilər var ki, onları hazırda Ukrayna nəzarətdə saxlayır, onları da bizə qaytarmalıdırlar. İndi bax, bu vəziyyətdə dünən gecə Ukrayna ilə saziş imzalamış Birləşmiş Ştatlar nə edəcək sizin fikrincə? Zelenskinin üstünə təzyiqləri artıracaq, yoxsa sərt üzünü Moskvaya göstərməyə çalışacaq?
Ümumiyyətlə bu saziş razıyam ki, Ukraynaya təhlükəsiz təminat vermir. Ümumiyyətlə heç bir dövlət indiki şərtlər altında Amerikası olsun, Böyük Britaniyası, Fransa heç adını çəkməyə lazım deyil. Ukraynaya təhlükəsiz təminatı vermir. Çünki sənin qarşında Putin Rusiyasıdırsa, o bütün anlaşmalar cırıb-zibil yeşiyinə atırlarsa, necə ki 94-cü ATƏT razılaşmasını cırıb atdılar. Halbuki təhlükəsiz təminatı vermişlər. Təminatçı dövlətlər də var idi. Amerikası var idi, Böyük Onlar da Britaniya. cürü belə eyni yerə atır. Yəni zibil qabı eyni olub. Bəli, onlar da əslində Ukrayna müdafiə, amma onların da argumenti bu oldu ki, Ukrayna özü döyüşməyəcəksə, Krım uğrunda həqiqətən bir güllə belə atılmaz. Elxan bəy, həmin sənədi sonradan Fransa və Çin yazılı formada dəstəkləmişdilər. Yəni onlar da qoşulmuşdular. Yəni, Söhbət üç dövlətin təminatından gedir. Nəzəriyyədə yaxşı görünür hər şey. Bu saziş də nəzəriyyədə yaxşı görünür. Amma praktikada necə həyata keçir? Ona görə heç bir dövlət indiki halda nə sənəd imzalansın, Amerikası, yəni heç bir dövlət Ukraynaya təhlükəsiz təminatı verməyəcək. Bu Ukrayna üçün problemdir. İkinci məsələ bu Trump üçün, Ukrayna üçün nə verir? Bir qədər öncə bu haqda danışdıq. Ya ilk dəfə bu sənəd imzalandan sonra açıqlama verildi ki, az miqdarda olsa da 50 milyon dollar civarında Ukraynaya hərbi yardım veriləcək. Bax, xatirin Trump həmişə nə deyirdi? Trump seçkidən əvvəl təhqir edirdi Zelenski. Deyirdi, o alverçidir, gəlir Biden'i aldadır, bizdən pul qoparır, pulları qaytarmır. Amma bu saziş imzalanandan sonra bir qədər faydasını göstərmək üçün deyirəm Ukrayna. Artıq qərar verilib ki, az olsa da 50 milyon dollar civarında silah veriləcək. Rusiyaya gəldikdə Veriləcək yox, satılacaq. Gəlin dəqiq nöqtəni dəqiq qoyaq da. Desək, bəli, razıyam. Korrekt desək satılacaq. O da o satılandan sonra pul necə geri qaytarılacaq, o da fondun əsas problemlərindən biri olacaq. Çünki o istismar ediləcək. Birləşmiş Ştatlar pulu bir cibindən götürüb o bir cibinə qoyacaq. Həmişə kimi, Amerikanlar həmişə elə işləyirlər. O ki, qaldı Rusiya. Əslində bu sazişlə Ukrayna ilə, belə Zelenski ilə Trump biraz Putini də biraz təliyə saldılar. Nəyə görə? İndi vəziyyət necədir? Saziş imzalanıb Amerikanlarla. Amerikanlar fakt ki, o istismar müddətində, hətta müharibə dövründə istismar başlasa, o ərazilərə ancaq o ərazilərə təhlükəsiz təminatı verməlidirlər. İndi Putin fikirləşəcək, Rusiya hakimiyyəti fikirləşəcək. Mən müharibəni davam etdirsəm, artıq qarşımda Ukrayna ilə yanaşı Amerikanı da görəcəm. Bu bir. Ona görə atəşkəs Gülşən xanım toxundu. Bir günlük də atəşkəs olar. 3 gün kabab qonaqlığı deyək, bir gün qabaq öldürürəm, bir gün fasilə verirəm, sabahsı yenə də öldürürəm. Ona görə Ukrayna haqlı olaraq razılaşmır. Atəşkəs də Zelenski Trumpın təklifinə razılaşmışdı. 1 aylıq, 30 günlük atəşkəs. Onda Putin razılaşmırdı. Mənim şərtim, siz deyirsə, nə deyir? Deyir ki, administrativ sərhədlərinə çıxmalıyım. Əgər bu müharibə yolu ilə mümkün deyilsə, Ukrayna onu mənə verməlidir. Ukrayna onu sənə verərmi? Zaporojyenin bir hissəsi Ukraynanın nəzarətində. Xerson 50-50-yə nəzarət, 50-si də Ukrayna ilə. Niyə öz ərazilərini sənə vermək? Ona görə bu ziddiyyət olduğu üçün Rusiya ilə Ukrayna arasında anlaşma mümkün olmayacaq və mən hesab edirəm ki, atəşkəs uzun müddət çəkməyəcək. Natiq bəy, mən Rusiya-Ukrayna müharibəsi ilə bağlı hərbi ekspertlərin yazılarını çox oxuyuram. Həm Rusiya tərəfdən, həm Ukrayna tərəfdən, həm İngilis dilli ekspertləri. Əslində cəbhə xəttində nə o tərəf, nə bu tərəf irəliləyə bilmir. Üstünlük yox. Zaluzhny səhv eləmirəmsə məqalə yazmışdı və demişdi ki, bu o müharibə oldu ki, müdafiə texnologiyaları hücum texnologiyalarını üstələdi. İndi əgər Rusiya hücuma keçmək istəsə, çox böyük qüvvə qırılmalıdır. O neytral zonanı dronların zərbələri altında keçsinlər ki, nə var, bir balaca bir qədər irəliləsinlər. Eyni məsələdə Ukraynaya aiddir. Yəni Ukrayna da hücum edib nəsə ciddi bir nəticə əldə edə bilməz. Və belə olan bir vəziyyətdə, yəni ki, faktiki olaraq bu Birinci Dünya müharibəsi dövründə Arden var idi və s. İpr var idi. Tərəflər irəliləyə bilmirdilər. Yəni müharibədə pat vəziyyətidir. İndi masada Rusiya nə edəcək? Bir variant Elxan mənim dedi ki, biraz fikirləşəcək. Digər bir variant Putin deyə bilər ki, siz nə imzalayırsınız, özünüz bilərsiniz, mən öz mövqeyim deyəm. Bilirsiniz, burada Rusiya ilə Amerika Birləşmiş Ştatlarında olan söhbətin detallarının hamısını biz bilməsək də, mətbuata sızan məlumatlardan belə anlaşılır ki, Ukrayna məsələsi hardasa 5-ci yerdədir, bəlkə də 10-cu yerdədir. Yəni, Rusiya ilə Amerika Birləşmiş Ştatları digər məsələlər üzrə anlaşsalar, Ukrayna məsələsində Rusiyanın güzəştə getmək imkanları və fürsətləri var. Çünki Putin nəyə qələbə desə, o qələbə olacaq. Bax, nə qələbə elan olunsa, o qələbədir. Yəni, Rusiyada bunu etmək daha asandır. Hətta bir hüquqi don da geyindirə bilərlər ki, administrativ sərhədlərə biz dedik, amma indi düşünürük ki, biz axı orada referendum keçirməmişik, orada axı Ukrayna hakimiyyəti nəzarət edirdi. Ona görə bəlkə də yenidən sərhədləri çəkilməsinə ehtiyac yaranacaq. Yəni, Putinin belə üstünlüyü var.
nə qələbə elan etsə, onu qələbə kimi də sıraya biləcək. Ukrayna bu anlamda daha ağır vəziyyətdədir. Çünki orada cəmiyyət daha dinamikdir, müxalifət var, başqa partiyalar, artıq Zelenskinin rəqibləri dilə gəlməyə başlayıblar, onlar artıq seçkiyə hazırlaşırlar. Ukrayna üçün bu məsələ daha çətin olacaq. Amma Amerika ilə Rusiya bir çox məsələlərdə anlaşıblarsa, bu Arktika ola bilər, bu resursların yenidən Avropaya, Amerika Birləşmiş Ştatları tərəfindən satılması ola bilər, bir qaz anlaşması gündəmdədir ki, Şimal qaz kəməri məsələsi gündəmdədir. Bəli, çox belə sadə dillə desək, Rusiyadan $200 alıb həmin qazı Avropaya $400-500 satacaq. Avropada sevinəcək ki, bunun adı artıq Rus qazı deyil. Bunun adı artıq Amerika qazıdır. Ona görə rahat alacaq, vicdanları rahat olacaq. Yəqin ki, adı sənəddə dəyişdiyinə görə. Yəni, belə anlaşmalar varsa, o zaman Putin üçün də, Rusiya üçün də hansısa Donetskin, hansısa bir New York kəndinin kimin əlində olmasının o qədər də əhəmiyyəti olmayacaq da. Orada axırı daha böyük məsələləri müzakirə olunacaq. Yarım il döyüş gedib. Bəli, bəli. Yəni kimin əlində olması o qədər əhəmiyyətli olmayacaq. Amma əgər anlaşmada Rusiyanın uda biləcəyi daha çox şey varsa. Ona görə mənə elə gəlir ki, bu məsələdə Rusiya maksimalist nöqteyi nəzərindən çıxış eləyir. Bugün çox maksimalist çıxış eləyir. Çünki cəbhədə üstünlüyü var. Addım-addım da olsa irəliləyir. Siz haqlısınız, böyük üstünlük yoxdur. Amma addım-addım da olsa irəliləyir. Bu üstünlüyünü dividendə çevirmək istəyir. Amma bu dividendin yerinə Amerika buna başqa dividendlər təklif eləyirsə, 2 milyon ton alüminium satışı, məsələn, hansısa resursların birgə istismarı və yaxud da Avropaya Rus qazının çatdırılması və s. Hansısa sanksiyanın ləğvi sanksiyaların ləğvi və bu çox şeylər ola bilər. Və yeri gəlmişkən... Problem ondadır ki, Putin iqtisadi amillərlə axı düşünmür. Yəni, iqtisadi amillərlə düşünsəydi, Ukraynaya qarşı müharibəyə də başlamaz. Bu qədər itkilərlə üzləşdir. Putinin ətrafında Murad bəy toxundu, Pakrovsk uğrunda 6 ayda döyüşlər 20 min, 30 min əsgərini itirib. Çünki onun başqa səbəbi var. Çünki Rusiyada tarix boyu heç vaxt insan amilinin bir dəyəri olmayıb. Ruslar şəhər tikəndə belə insan, Peterburg tikəndə 100 min adam ölüb. Müharibə zadı yox idi. Amma bataqlıqda şəhər tikirdilər, 100 min ona görə Trumpın iqtisadi təklifləri orada insan amili o qədər də önəmli deyil. Trump iqtisadi maraqlı təkliflər versə Putinə belə, Putin yenə də mən biraz əksini düşünürəm. Əksinə Putinin yanında duran, ona təsir edən insanların bir çoxu daha çox iqtisadi düşünür. Mənə elə gəlir ki, razılaşma artıq baş verir. Məncə də, Biz məncə də. sadəcə səhnədə onun başqa cür təzahürlərin şahidi oluruq və mən bir də hörmətli İlham müəllimin bir toxunduğu məqama diqqət çəkmək istəyirəm. Sazişin Putin üçün tələ yaratdığını düşünürəm ki, burada hər hansı bir formada tələdən söhbət gedə bilməz. Çünki bu eyni zamanda Rusiya tərəfi ilə də razılaşdırılmış bir sazişdir. Bununla paralel olaraq da bir məqama da xüsusi olaraq diqqət çəkmək istəyirəm ki, tələ o zaman olardı ki, Rusiya prosesləri, problemləri masada, yəni diplomatik müstəvidə çözümünə can atsın. Hər bir müstəvidə çözümünə can atan bir ölkə üçün sabah bütün bu prosesi dayandırıb yenidən hər bir müstəviyə qayıtmaq kimi bir üstünlük var və o aspektdən də artıq tələni raketlərlə aradan qaldıra bilər. Yəni nəticə bundan ibarətdir ki, ortada diplomatik müstəvidə həll olunacaq bir məsələ yoxdur. Mən niyə tələ işlətdim Elçin bəy? Yəni dedim, iki seçimi var Putinin. Ya müharibəni davam etdirməlidir, az da olsa irəliləməlidir. Bu mümkün deyil həqiqətən. O Zaluzhny düz deyir əslində. Yəni nə Rusiya işğalı genişləndirə bilir və mümkün də deyil, nə də Ukrayna təəssüf ki, itirdiyi əraziləri geri qaytara bilər. İlham genişləndirmək istəyirmi yəni indiki nəticədə? Döyüşlər ona görə hər gün minə yaxın itki verir Rusiya. Nəticə nədən ibarətdir? Yəni Ukraynanın şəhərləri dağılır və paytaxt Kiyev zərbələrə məruz qalır, uçulur, itilir. Amma yenə mən də razıyam Natiq müəllim fikrindən ki, Rusiya üçün insan faktorunun amili yoxdur. Tarixin heç bir dönəmdə amili olmayıb. Amma Ukraynanın hər şəhərinə düşən hər bir raketin, raket zərbəsinin effekti var, təsiri var və artıq hətta Rusiya yerindən irəliləməsə də belə raket zərbələri ilə prosesi davam elətdirə bilər. Yəni bunun da son nəticəsi yenə də ziyan Ukraynadadır. Dağılan Ukrayna ərazisidir. Amma indi məsələ Putin bunu düşünür. Ona görə Putin iki seçimi var. Ya bu hadisələr fonunda imzalanan anlaşma, Kiyev ilə Vaşinqton arasında imzalanan anlaşma fonunda düşünəcək ki, yaxşı atəşkəsə, uzun müddətli atəşkəsə razılaşım, nəyə zəbt eləmişəm, onunla kifayətlənim. Ya bu yolla ki, buna mən az ehtimal edirəm, ya da düşünəcək, yox. Mən işğalı davam etdirməliyəm. Amerika ilə bir yolla Natiq bəy də dedi, iqtisadi məsələlərdə anlaşa bilərəm. Çünki məsəl üçün Putinin də təklif olmuşdu Trump. Öz adamını göndərmişdi. Kirill Dmitriyev, iqtisadçı, biznesmen.
demişlər ki, Ukraynadan çox Rusiyanın ərazisində var mineral resurslar. Ya bizlə işlə. Ya bu təklifi Putin də edə bilər Trampı. Məncə daha çox nəticə əldə etməyə çalışacaq. Yəni indiki şəraitdə Gülşən xanım, Sirkins, iki müxtəlif rəy var. Yəni mən düzgün anlayıramsa, bir ondan ibarət ki, Vladimir Putin belə deyək də mövqeyini bir qədər yumşalda bilər və hansısa razılaşmaya gedə bilər. Digəri də ondan ibarət ki, Putin hesab bilər ki, vaxt mənə işləyir. İmzalayıblar da özləri bilərlər. Nəsə orada nəsə işlər görmək istəyirlərsə, geçsinlər, çalışsınlar, cəhd eləsinlər. Hansı variant daha realdır və Birləşmiş Ştatların bu gedişata hər hansı bir təsir göstərmə imkanı varmı? Mənə elə gəlir ki, istər-istəməz Rusiya özü də başa düşür ki, bu müharibədə onlar uzun müddət, artıq 3 ildən çoxdur ki, düzdür, bir tərəfdən ölkə iqtisadiyyatı tamamilə yeni bir relslər istiqamətində, hərbi elə bir ki, sənaye kompleksinin tam mənada yeni bir formatda işləməsinə gətirib çıxartdı və iqtisadiyyat baxımından Rusiya düzdür, bəzi sahələrdə məhz sanksiyalara görə ciddi iqtisadi tərəfdən müəyyən problemlərlə üzləşir. Ancaq belə baxanda müharibənin aparılması baxımından onlar bu müharibəni apara bilərlər. Ancaq biz sizinlə məntiqlə fikirləşsək, mənə elə gəlir Rusiyanın ən vacib, ən maraqlı olan, necə deyim, marağı ondan ibarətdir ki, o öz münasibətlərini ABŞ-la bərpa etsin. Bu onların birinci marağıdır. Və mən razıyam Natiq müəllimlə ki, məhz əgər ABŞ və Rusiya, bu tamamilə başqa bir çərçivədir, özlərinin iki tərəfli münasibətləri formatında hansısa bir irəliləyiş əldə edə bilsələr, onda Rusiya müəyyən güzəştə gedə bilər Ukrayna məsələsində. Yəni, söhbət nədən gedir? Və təsəvvür edin ki, 14-cü ildən sonra Rusiyaya qarşı sanksiyalar başladı qərb tərəfdən və onlar onu kollektiv qərb adlandıraraq və Biden deməli, administrasiyası dövründə də bu sanksiyalar tamamilə dəqiq şəkildə Rusiyaya qarşı yönəlmişdir. Çünki müharibə gedirdi Ukrayna. Bugünkü reallıqda o sanksiyalar Rusiya üçün heç də əlverişli deyil və o sanksiyaların tamamilə götürülməsi onlar üçün birinci növbədə olduqca vacib bir məsələdir. Bu kontekstdə əlbəttə ki, onların marağı odur ki, sanksiyalar götürülsün, onlar əldə etdikləri bütün mövqelərdə qalsınlar və Ukraynada nəhayət uduzsun və məsələ belə qutarsın. Bu, bunların maksimalist bir düşüncəsidir. Ukrayna tərəfi bunun tamamilə əksinədir. Ona görə də elə məhz qeyd etdiyim o Vensin çıxışında, onu da deyir ki, əgər biz bu 100 gün qabaq başladığımız prosesdə hər iki tərəf tamamilə heç bir danışığa gəlməyərək ancaq müharibə etmək istəyirlərdirsə, bugünkü reallıqda hər iki tərəfin artıq sülhlə bağlı öz mövqeyi var. Deməli, bu mövqeləri Amerika birləşdirməlidir qarşıda gələn 100 gün ərzində. Və burada mənə elə gəlir ki, ilk növbədə əgər Rusiya və ABŞ öz münasibətlərində hansısa bir irəliləyiş əldə edə bilsələr, bu əlbəttə bağlı qapılar arxasında gedir bu söhbətlər, onda mənə elə gəlir ki, sonda bir nəticə əldə edilə bilər. Natiq müəllim, biz danışırıq, belə deyək də, bir üçbucaqdan. Ukrayna, Rusiya, Birləşmiş Ştatlar. Amma axı proseslər bu üçbucaqda baş vermir, ortada bir Avropa da var. Bu Avropadır ki, Ukrayna deyir, əgər nəsə olsa qorxma, səni də alındayam. Silah da verə biləcəm. Biz əlavə sanksiyalar paketi fikirləşmişik. Bu hiss olunur ki, bu Donald Trump administrasiyasını əsəbləşdirir. Ən azından Vatikanda Papanın dəfni zamanı Zelenski ilə Trump görüşəndə Macron da yaxınlaşır və sonradan dodaq oxuyanlar oxuyurlar ki, Trump Macrona deyir ki, sənin burada olmağın düzgün deyil, sən burada olmamalısan. Orada arada bir dənə də Vatikanın nümayəndəsi vardı, o yazığın düzündə belə dəhşət idi ki, ay Allah, mən nə eşidirəm. İndi Avropa bu üçbucaqda hardadır? Avropa bura yardım göstərə bilər Ukraynaya, yoxsa sülhə dağıdıcı təsir göstərə bilər? Sizin fikriniz nədən ibarətdir? Mənə elə gəlir ki, Zelenski bir işin öhdəsindən gəldi. Avropanı az da olsa masaya qaytara bildi. Paris görüşmələri, London görüşmələri... Nəticəsi olmadı. Nəticəsi olmasa da ən azından bir balaca taburetka qoydular ki, Avropa Birliyi də orada otura bilər. Heç olmasa, kənarda bir qıraqda. Amma Avropa Birliyinin rıçaqları çox məhduddur. Söhbət tək puldan getmir axı. Əgər bir silahdan danışılırsa, Avropada istehsal olunan silahların 20%-dən 60%-nə yaxın komponentləri Amerika Birləşmiş Ştatlarından gəlir. Yəni, Amerika Birləşmiş Ştatları icazə verməsə, o silahı heç yerəsə nə sata bilər, nə verə bilər. Bax, burada bir ciddi problem var. İkinci problem insan resurslarıdır da. Avropa Birliyi ölkələri insan resursları ilə Ukraynaya kömək etməyə hazırdırmı?
çox sadə dillə desək, Ukrayna üçün vuruşmağa, ölməyə hazırdırmı? Yox. Məsələ də budur. Hətta sülhməramlı qüvvələrin belə Ukraynada yerləşdirilməsinə Amerikanın zəmanətini istəyir, həm Britaniya, həm Fransa. Yəni bu nöqteyi nəzərdən Avropanın görə biləcəyi iş bundan sonraki dövrdə ola bilər. Yəni Ukraynanın iqtisadi bərpasında iştirakı ola bilər, resursların istismarında hansısa bir formada iştirak edə bilər, orada hansısa bir iqtisadi layihələr həyata keçirə bilər. Amma gəlin biraz da dərinə getsək, düzdür, konspirologiya teoriyalarını sevməsəm də, amma Ukraynalıların Avropada olması, Ukraynalıların Avropaya köç etməsi Avropa üçün böyük iqtisadi üstünlük də qazandırdı. Bəlkə onlar da düşünürlər ki, içəri geri qayıtmasalar daha yaxşıdır. Məsələn, Polşa iqtisadiyyatı niyə sürətlə artır? Avropa Birliyi içində lider dövlətə çevrilib. Çünki 2 milyondan yuxarı Ukraynalı elə Polşada yaşayır. Ucuz işçi qüvvəsi. Həm ucuz, həm də çox keyfiyyətli işçi qüvvəsi. Bu çox vacibdir. Yəni ucuz olması o qədər də əsas deyil. Əsas həm də keyfiyyətli işçi qüvvəsi. Yəni gedənlərin əksəriyyəti, Ukraynada gedənlərin əksəriyyəti yüksək səviyyəli peşəkar mütəxəssisləri və əksəriyyəti də ki, informasiya texnologiyaları sayəsində Bəli, hətta adi ustalar belə, məsələn, Polşada çoxdur, tanıdıqlarımız da var, danışırıq da, ustalar belə, ev ustaları belə Ukraynalılar işləyirlər və çox keyfiyyətli və daha ucuz iş görürlər. Yəni sözümün canı odur ki, Avropa Birliyinin vahid mövqeyi heç vaxt olmayacaq. Çünki maraqlar o qədər müxtəlifdir ki, onları vahid mərkəzdə birləşdirmək çox çətindir. Bunu Amerika Birləşmiş Ştatları da bilir, bunu Rusiya da bilir. Ona görə də mənə elə gəlir ki, bu məsələlərin həllində bir müddətdən sonra Avropalılar da emissar çıxardacaq Rusiyaya. Avropalılardan da emissarlar yaranacaq ki, gedək biz də anlaşaq. Bəlkə də papaqlarını qabağına qoyub fikirləşəcəklər ki, biz eyni qazı Amerikanlar vasitəsilə niyə alaq axı? Elə gedək, elə Rusiya ilə birbaşa alaq da. Belə bir vəziyyət yarana bilər yəni. Amma Natiq müəllimin dediyinin tam əksini hesab edənlər də var. Elə adamlar, elə ekspertlər var ki, deyirlər, Avropa Rusiyadan qorxur, Rusiyanın hərb maşını indi reisin üzərindədir və Ukrayna müharibəsi dayansa o boyda orduya, o boyda hərb maşınına, raket istehsalını dayandırmayacaq ki, bütün iqtisadiyyat artıq bunun üzərində qurulub. Raket istehsal olunacaq, raket istehsal olunursa o harasa atılmalıdır. Hara atılacaq? Amma çox üzr istəyirəm Murad bəy, bu iqtisadiyyat bir tək raketlə 1 il, 2 il gedə bilər, 3-cü il getmir. Sovet İttifaqı bir tək raketlə 70 ildən çox getdi. Axırı nə oldu? Axırı başqa məsələ. Sizin fikrinizcə, Elxan müəllim, nə dərəcədə realdır bax bu nəzəriyyə ki, Avropa Rusiya ilə Ukrayna arasında permanent münaqişənin qalmasını istəyir? Çünki bu halda Rusiyanın başı Ukraynaya qarışmış olur və ən azından Şərqi Avropa ölkələrinə tərəf baxmır. Bu nəzəriyyənin əslində məntiqi var, həqiqətən. Yəni əslində Ukraynada bu hadisələr niyə başladı? Elə Avropaya görə başladı. Yanukoviç əvvəlcə Avropa ilə danışıqlar aparırdı, assosiativ saziş imzalamalı. Sonra Putin çağırdı yanına, dedi mən sənə neçə milyard dollar verəcəm, onların verdiyindən daha çox verəcəm, sən elə bir anlaşma imzala. Bu da getdi, sonra görüşdü Avropa Birliyinin lideri, dedi bağışlayın, bunu imzalayan mənə Moskvadan təzə sonraya salır. Qayıtdı, tələbələr mitinqə başladı, ikinci inqilab baş verdi və sonra hadisələr inkişaf etdi, Krım əldən getdi, Rusiya müharibəyə başladı. Əslində Avropaya görə başlamış, Ukrayna Avropaya bir parçası olması, amma alınmadı və Avropa kifayət qədər dəstək vermədi. Müharibənin birinci ilini xatırlayın. Müharibənin birinci ilində Ukrayna özü savaşırdı, heç bir yardım yox idi, düzəməlli yardım yox idi. Nə Amerikadan yardım var idi, Javelinlərə çıxmaq şərti ilə. Avropadan yardım daha azdır. Sonra, çünki düşünürdülər ki, Ukrayna məğlub olacaq. Çünki Rusiya ordusu desant tökmüşdü Kiyevin ətrafı. Düşünürdülər ki, Zelenski də qaçacaq. Yəni, əgər bir həftəyə Rusiya Ukraynanın yarısını işğal edəcəksə, biz bu Ukraynaya niyə dəstək verir? Amma görəndən sonra ki, Zelenski hakimiyyəti müqavimət göstərir, Ukrayna ordusu savaşır, inam artdı Ukraynaya və yardımlar tədricən artmağa da başladı. Amma Avropa yenə də belə də qorxaq, çəkincən mövqedir. Mən Natiq bəylə razıyam. Yəni Avropanın belə baxın, biraz maliyyə verir Ukrayna, amma hərbi yardım edə bilmir, çünki özünün elə hərbi texniki istehsalı yüksək səviyyədə deyil. Belə bir müharibəni də proqnozlaşdırmırlar. Amma mən bu günlərdə Trump'ın birinci prezidentliyi dövründə keçmiş müşaviri olan Bolton'un açıqlamasını oxudum və onunla mən hardasa razıyam ki, Avropa ondan qorxur ki, Avropa Amerikanın özü də ictimaiyyətdə, bunun Trump'a aidiyyəti yoxdur ki, Rusiya Ukraynada istədiyini əldə etsə, bəli, Avropanın bir sıra ölkələrinə, o cümlədən Baltik ölkələrinə, hətta Polşa, Baltik ölkələrinin NATO üzvləri olsa da, onların müəyyən təhlükə gözləyə bilər. Mərkəzi Asiyanın təhlükə, Cənubi Qafqazın adını çəkir. Yəni, burada hardasa razılaşmaq olar. İndi deyə bilərik ki, Rusiyanın başı Ukraynada müharibəyə qarışıb, resurslarını da itirib və siz də doğru qeyd etdiniz. 60% büdcənin 50-60%-in bu hərbi texnikanın istehsalına yönəldilibsə, sabah müharibə bitəndən sonra onlar bir
klan olacaq, oliqarxik bir sistem olacaq. Deyəcək, o pulları yenə də bizə ver. Bax, belə bir çətinliklə üzə keçəcək. Amma istehsal da artacaq. Bunu hardasa xərcləməlidir, hardasa istifadə etməlidir. Ona görə bəli, nəinki Avropanı, Rusiya qonşuluğunda bütün perimetrdə olan ölkələr də təhlükə gözləyir. Ona görə bir çox ölkə Ukrayna bu müharibədə məğlub olmasını istəmir. Rusiyanın alçaldıcı şərtlərini qəbul etməsini istəmir. Amma burada başqa bir şərt var, Elxan müəllim. Təbii ki, sizin dediyiniz, Murad müəllim, bu ehtimal var və həmin o ekspertlərin söylədiklərində də səbəb nədən ibarətdir? Yəni, prinsip etibarilə, məsələyə Amerika Birləşmiş Ştatlarının yanaşması qənaətimə görə ön plana çıxmalıdır. Yəni, Vaşinqton istəyirmi ki, Rusiya təhlükəsi Avropanın üzərində, başı üzərində damokl qılıncı kimi asılsın ya yox? Qənaətimə görə istəyir. Və bu təhdidin formalaşdırması da əslində Birləşmiş Ştatların indiki administrasiyasının seçdiyi xarici siyasət kursunun mahiyyətinə uyğundur. Əsas tələblərdən biri bildiyiniz kimi pulunu ver və sənin təhlükəsizliyini təmin edim yanaşmasıdır. Və indiki şəraitdə də Avropa İttifaqının daha çox vəsait qopardılması üçün onun təhlükəsinin təmin edilməsinə Rusiya təhdidinin qorunub saxlanması lazımdır. Mən qənaətimə görə bu yanaşma reallıq əks etdirir. Gülşən xanım, siz bu məsələni bağlı fikriniz. Doğrudan tarix təkrarlanır. İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatlar bütün Avropaya dedi ki, baxın ha, gəlirlər. NATO yaradıldı, pullar filan Birləşmiş Ştatların təhlükəsizliyi çətirir. İndi sanki həmin vəziyyətdir. Birləşmiş Ştatlar deyir, baxın, gəlirlər, artırmaq lazımdır xərcləri və gəlin, Elçin müəllim dediyi kimi, silahı da məndən almalısınız da, başqa yerdən bilik silah alma olmaz, ancaq Birləşmiş Ştatlardan. Realdır mı belə geosiyasi vəziyyət ki, Birləşmiş Ştatlar Avropanı özünün kiçik tərəfdaşı statusunda bax, bu yolla saxlamağa çalışır və lazım olanda lazımi ipləri dartaraq lazımi hərəkətlərin olmasına nail olmaq istəyir. Mənə elə gəlir ki, əlbəttə, biz əgər baxsaq, məhz 2-ci Dünya müharibəsindən sonra baş vermiş o proseslərə və oradakı o bipolar dünyanın yaranması da ona gətirib çıxartdı ki, iki qütb ətrafında dünya bölündü və o 91-ci ilə qədər davam etdi. Ancaq bugünkü reallıqda Ukraynada gedən müharibə, bəzən onu da hətta 3-cü Dünya müharibəsi kimi adlandıranlar var. Yəni, bu da əlbəttə ki, orada əldə edilən hansısa bir saziş sonda ümumiyyətlə Avropanın, çünki bu Avropanın ərazisində gedən bir münaqişə, bir problem, bir müharibədir ki, o da müəyyən mənada Avropanın təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri gündəmə gətirir. Və bu baxımdan əgər biz sizi ilə fikirləşiriksə ki, vaxtı ilə 75-ci ildə Helsinkidə adətən yadınızdadısa müşavirəsi çərçivəsində qəbul olunmuş Helsinki həmin o deməli sülhlə bağlı, ümumiyyətlə o Avropada təhlükəsizliklə bağlı əldə edilmiş müvafiq hansısa normativ hüquqi qanunlar bu mənada bir tərəfdən indi təsəvvür edin 50 ildən sonra yenidən gündəmə gəlməkdədir. Yəni avqustda o proseslər yenidən elə bir ki, müzakirələrə çıxacaq. İnanaq ki, avqustda kimi bu Ukraynadakı məsələ də bəlkə də çözülə bilər, hansısa bir formada. Və bu ona əlbəttə gətirib çıxarır ki, vaxtı ilə yadınızdadırsa, vaxtı ilə Münxendə Putinin məşhur çıxışı ki, var idi ki, o hesab eləyirdi ki, məhz Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən yeni baxış olmalıdır. Çünki Pan-Avropa təhlükəsizliyi baxımından Rusiya qıraqda qalmışdı və Rusiya hesab olundu ki, Avropa dövləti olaraq bu prosesin içində olmalıdır. Ancaq Avropalılar onu ora içəri buraxmaq istəmirdilər. Və bu baxımdan əlbəttə Ukraynada gedən müharibə də bu kontekstdə əgər biz baxsaq geosiyasi baxımdan məhz o 6 ölkə ilə bağlı ki, Rusiya və Avropa İttifaqı arasında yerləşən Baltik ölkələrindən aşağıya doğru söhbət yenə Belarus, Ukrayna və Moldova, eyni zamanda 3 Cənubi Qafqaz ölkəsindən gedir. Məhz bu kontekstdə gedən bu son proseslər və münaqişələr ona gətirib çıxarır ki, Ukraynadakı bu müharibə sonda həmin o təhlükəsizlik məsələsini gündəmə gətirir. Çox qısa Natiq müəllim, çox qısa. Bir cümlə ilə Avropalılar əgər belə düşünürlərsə, çox sinik yanaşırlar da. Yəni Ukrayna ölsün, Ukrayna dağılsın, bizim təhlükəsizliyimizə zəmanət yaransın. Bunu Ukrayna xalqı bir vaxt başa düşərək və bunun hesabını soracaq məncə. Dünya siyasətində müxtəlif siyasətçilərin sinik yanaşmalarını biz dəfələrlə görmüşük. Amma Ukrayna xalqının başında çatdıyır da bu. Söhbət ondan gedir. Təəssüf ki, Natiq müəllim, ümumiyyətlə bu müharibə başlamalı deyildi. Trumpın ən güclü və bəlkə də yeganə haqlı olduğu məsələ bundan ibarətdir ki, bu müharibə başlamalı deyildi. Hörmətli tamaşaçılar, biz bugün Diqqət Mərkəzində Birləşmiş Ştatlar və Ukrayna arasında bağlanan iqtisadi müqavilədən, bu iqtisadi müqavilənin Ukraynaya verə biləcəyi siyasi dividendlərdən və eləcə də Rusiya-Ukrayna arasında müharibənin dayandırılması perspektivlərindən danışdıq. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.